Müğənni Ofeliya Şabanova bir müddət əvvəl vəfat edən qazi qardaşı ilə bağlı səmimi etirafları ilə duyğulu anlar yaşadı. Publikaz Millaza isnadla xəbər verir ki, sənətçi İbo Show da bildirib ki, 27 yaşında qardaşını itirmək onun həyatının ən ağır sınaqlarından biri olub. O, bu ağrının heç bir bacının yaşamasını istəmədiyini deyərək hisslərini gizlədə bilməyib. Şabanova etiraf edib ki, qardaşının vəfat etdiyi ilk günlərdə yaşadığı dərin kədərdən onun yerinə özünün ölməsini arzuladığı anlarda olub. Müğənninin sözlərinə görə qardaşı onun həyatında xüsusi yer tuturdu və onu böyük sevgi ilə hər zaman yanında, hətta səhnələrdə də görmək istəyirdi. İfaçı bildirib ki, hər səhər yuxudan oyananda qardaşı ilə danışır və onu yanında hiss edir. O, fiziki olaraq görünməsə də mənəvi varlığını daim hiss etdiyini vurğulayıb. Müğənni əlavə edib ki, bu ağır etkidən sonra əvvəlki Ofeliya Şabanova olmadığını hiss edir. Onun sözlərinə görə yaşadığı acı ruhunda dərin iz buraxıb və yalnız zamanın bu yaraya məlhəm ola biləcəyinə ümid edir. Stat: Qardaş yarası pisdir. 27 yaşında qazi qardaşı torpağa qoymaq çox ağırdır. Allah heç bir bacıya göstərməsin. Allaha acıq getməsin, heyf ondan. Cahillik kimi olmasın. O öləndə düşündüm ki, kaş ki onun yerinə mən ölərdim. O mənim hər şeyim idi. Onu sevinə-sevinə səhnələrə gətirirdim. Ağlıma gəlməzdi ki, onun haqqında belə mövzuda danışacağam. Hər səhər oyananda qardaşımla danışıram. Hiss edirəm ki, yanımdadır, görünməsə də. Hiss edərsiniz yəqin. Soyumuşam, əvvəlki Ofeliya deyiləm. Ruhum əvvəlki deyil, zamanla sağalar bəlkə də. Statın sonu. Sənətçinin kövrək etirafları sosial şəbəkələrdə də izləyiciləri duyğulandırıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.